Cavan oğlan idi. Adı Zamir idi ya Zamir idi. Bura gəlib gedirdi. Xərçəng oldu, rəhmətə getdi. Axır günlərini yaşayırdı, gəlmişdi bizim yanımıza. Uşaqlardan, dostlardan bəziləri var, onu görmüşdü. Gəldi, görüşdü bizdən. Biraz danışdı vəziyyətindən, baxışlarından. Dedi ki, da məsələn, çox şeyə əsəbləşmirəm. Çox şeyə ki, əvvəl fikir vermirdim, indi fikir verməyə başlamışam. Əvvəl nələrdən şad olurdum, indi elə təbiətə baxıram, ləzzət alıram. Kin-kudurət ürəyimdə qalmayıb heç kəsə. Çünki deyirəm ki, 2 gün bundan sonra dünyadan köçəcək adamın kin-kudurət saxlamağın nə mənası var, nə adı var. Elə danışdı ki, 100 dənə mənim minbərimdən təsir elədi. Mənə də ətrafda çıxarır. Heç nə öz halından danışdı. Kəfa bil mavti vaiza, ölüm vaiz deyə moizə eləməyə kifayətdir. Minbər lazım deyil, ölüm kifayətdir. Qocalıq da ölümün astanasıdır. Adamı düzgün yola yönəldir, qəflətdən oyadır və qəflətin yaratdığı şadlıq gedir, yerinə əslində daha dərin şadlıq gəlir. Yalancı şadlıq gedir, doğrucu, həqiqi dərin şadlıq gəlir. Yalancı şadlıqlar bilirsiniz, o yalandan özümüzə şadlıq düzəldir ya. Onlar hamısı dalınca mütləq acı qəm gətirir, yaddan çıxartmayın. Mütləq. Saxta ləzzət mütləq dərin qəm gətirir. Qocalıq haqqında düşünmək səni bir çox pisliklərdən uzaqlaşdırır. Sənin ruhunda zəmin yaradır ki, sən göylərə pərvaz eləyəsən. Onda imam zaman gəlirsən. O adam ki, qocalıqdan ibrət alıb, günahdan qopub, deyir, ayında hazırsan. Gəl əlindən tutum, aparım səni Allahın yanına. O zirvələrə qaldırım səni. İman bunun üçündür. Qeybəti tərk eləməyə valla böyük bir iman lazım deyil. Reallığı görmək kifayətdir. Reallığı görmək kifayətdir. Əleyhissalam qocalığından danışır. Deyir, əl-muqirriliz zaman. Mən elə bir vaxtdayam ki, zamanın amansızlığını etiraf eləmişəm. O şeylər ki, qoca vaxtında başa düşəcəksən, indidən gəncliyində başa düş. Gəncliyimizdə qocalıqdan təsirlənməsək, cənnət, cəhənnəm bizə təsir eləməyəcək. Deyəcəklər, gözünün qabağında olandan dərs almadın, sənə nisyə görünəndən necə dərs alacaqsan? Əleyhissalamın tərbiyə metodu budur. Əvvəl qocalıqdan danışır ki, vicdan oyansa, sonra aparsın səni göylərə. Qorxma qocalığı düşünməkdən. Bəli, qocalığı düşünmək bəzi ləzzətləri sənin əlindən alacaq. Amma artıq ləzzətlər gətirəcək.